Bəzi Azərbaycanlılar var. Oturublar Rusiyada, sosial şəbəkə üzərindən Ukraynada gedən müharibəyə adam cəlb edirlər. Yeni Sabah məlumat verir ki, bunu hərbi bloger Tofiq Şahmuradov qeyd edib. Xüsusən 44 günlük vətən müharibəsində iştirak etmiş, müxtəlif səbəblərlə ordudan tərhis olmuş hərbçilərə yazıb, onları şirnikləndirirlər. Bu hərbçilərin içində sosial yaşayışı aşağı olanlar çoxdur deyə onlara qarmaq atırlar. Bunlara döyüş təcrübəsi olan adamlar lazımdır. Verdikləri vədlər də bitmir. Ay mən getdim fırlatdım, sonra burada 3 ev aldım. Narahat olma, gəl. Komandirlər tanışdı. Deyəcəm sən də fırladacaqsan. Qəşəng pul qazanacaqsan. Və s. Qardaşlar belə vədlərə inanmayın. Hal-hazırda Ukrayna ərazisində Rusiya silahlı qüvvələrinin 750 mindən çox canlı qüvvəsi var. Orada it yiyəsini tanımır. Lap tutaq ki, onun orada tabor komandiri, hərbi hissə komandiri dostu var. Kim təminat verə bilər ki, sən onların taboruna və ya briqadasına düşəcəksən? Rus öz millətin saxlayıb arxada. Etnikləri, başqa xalqları basır ət maşınına deyə o bildirib.